Salam, hər vaxtınız xeyir olsun. Bugün biz 2024-cü ilin birinci qruplar üzrə keçirilmiş birinci qəbul imtahanının riyaziyyat suallarının izahına baxacağıq. Bəzi asan sualların həllərini deməyəcəm, vaxt məhdudiyyəti olduğu üçün izahlara başlayaq. İlk sual kompleks ədədlər üzərində sadələşdirməyə aiddir. Buradan bildiyiniz kimi çox ədədlər kimi mötərizələr açılır. Üstəgəl 4-i çıx 2i kvadrat. Üstəgəl 2 üstəgəl i çıx 4i kvadrat çıx 4i çıx 2i kvadrat. Burada biz i kvadratın, baxın, 1-i 2-yə vururuq, 1-i mənfi i-yə vururuq, 2-ni i-yə 2-yə vururuq, 2-ni mənfiyə vururuq. I kvadratların əvəzinə mənfi 1 yazırıq. Oxşar hədlər islah olunur. Məsələn, mənfi 4i, müsbət 4i islah olundu. Mənfi i, müsbət i islah olundu. Burada qaldı. Deməli, burada 2, üstəgəl 2, üstəgəl 2. Bu da üstəgəl 2. Doğru cavab 8 oldu. İkinci sual kvadrat tənliyin köklərinin verilmiş bərabərsizlik ödəməsini tələb eləyir. Biz buradan birinci köklər cəminin m-1 olduğunu yazırıq. Köklər hasili m-2-dir. Köklərinin kvadratlar cəmini müxtəsər vurma düsturuna əsasən x1 üstəgəl x2 kvadrat çıx 2x1 x2 şəklində sadələşdirək. Buradan alacağıq m kvadrat çıx 2m üstəgəl 1 çıx 2m üstəgəl 2. Deməli, kvadratlar cəmi bərabər oldu. M kvadrat çıx 4m üstəgəl 3. İndi burada bunun əvəzinə m kvadrat çıx 4m üstəgəl 3 üstəgəl 2. Kiçikdir 7m üstəgəl 7 yazdıq. Sola keçirsək m kvadrat çıx 11m 11m üstəgəl daha doğrusu üstəgəl 2 çıx üstəgəl 5 çıx 7. Kiçikdir 0 alırıq. Buradan bərabərsizlik alırıq biz. Sadəcə mən yuxarıda bir səhv elədim. Diqqət eləyin. Burada x1, x2-yə m çıx 2 yazılıb. Mən onu 2-yə vuranda burada üstəgəl 4 yazmalıydım. Ona görə bura üstəgəl 5 olmalıdır. Yəni bu 5 eləyir. Burada 7 çıxanda alırıq m kvadrat çıx 11m kiçikdir 0. Bu bərabərsizliyi də m vur m çıx 11 kiçikdir 0 yazdıq. İntervallar üsulu ilə 0, 11-i qeyd elədik. Müsbət, mənfi, müsbət. Doğru cavab olacaq 0-dan 11-ə kimi. Y variantı. Amma burada şagirdlər bir məsələni unutmayın. Kvadrat tənliyin kökləri həqiqi ədəddirsə, artıq onun diskriminantının mənfi olmadığını da yoxlamalısınız. Çıx 4m üstəgəl 2. Bu bizə nə verir? M kvadrat çıx 2m üstəgəl 1 çıx 4m üstəgəl 8. Nə aldıq? M kvadrat çıx 6m üstəgəl 9. Bu da m çıx 3-ün mötərizə kvadratıdır. Bu heç vaxt mənfi olmayacaq. Ona görə də kökləri verilmiş bərabərsizliyi ödəyir. Üçüncü sualda ABC üçbucağın tərəfləridir. Böyük hündürlüyünü tapın deyir. Deməli, modullar cəmini 0 veribsə, hər bir modul 0 etməlidir. Onda B üstəgəl C 25, A üstəgəl C 18 yazırıq. Buradan biz perimetri tapacağıq ki, 2A, B, C cəmi 35, 60. Deməli, A üstəgəl B üstəgəl C 30-dur. İndi A üstəgəl B 17 elədiyi üçün C-ni tapırıq ki, 13-dür. B üstəgəl C 25 elədiyi üçün A-nı tapırıq ki, 5-dir. A-nı 5 tapanda B-ni tapırıq ki, 12-dir. Deməli, verilmiş düzbucaqlı üçbucaqdır. Katetləri 5, 12, 13. Bu üçbucağın böyük hündürlüyünü tap dedikdə, düzbucaqlı üçbucağın katetləri onun elə hündürlükləri sayılır. Bu üçbucaqda böyük hündürlük istəyirsə, deməli, bu böyük katet kiçik katetə çəkilmiş hündürlükdür. Ona görə doğru cavab 12 olacaq.
Bərabərsizliyin burada modula birdən kiçik deyil, verilibdir. Kök altında 1 çıx a-da 1-in kvadratı yazdıq. Çıxılsın 1 üstəgəl a-da 1-in kvadratı yazdıq. Cüt dərəcədən hesabı kök modulu ilə sadələşir. Ona görə biz burada bu şəkildə yazdıq. Modulda a 1-dən kiçik deyilsə, deməli bu ifadə müsbət, bu ifadə müsbət. Modulun daxili müsbət olduğu üçün özü kimi açılacaq. Burada da çıxılır -2/a olur. C variantı cavab. Parabolanın təpə nöqtəsinin koordinatları sizə A, B, C məlumdursa, təpə nöqtəsinin apsisi -b/2a, ordinatı isə 4ac çıx b kvadrat böl 4a. Düsturu ilə tapa bilərsiniz. Bu bir üsul. Mən burada sizə bir neçə üsul deyim. İkinci üsul parabolanın təpə nöqtəsinin koordinatları üçün tam kvadrat ayırmaqdır. Baxın, x kvadrat çıx 4x, üstə gəl 4 yazıram. Bu bizə verir çıx 12, çıx 1 də yazıram. Deməli, f olur -3 vur, x çıx 2 kvadrat çıx 1. Təpə nöqtəsi olur 2, -1. Üçüncü üsul isə parabolanın təpə nöqtəsinin koordinatları üçün artıq törəməni bilirsinizsə, f törəmə x -6x üstə gəl 12 0 yazsaq, x'i buradan 2 tapacağıq. Bu bizim təpə nöqtəsinin, parabolanın təpə nöqtəsinin apsisidir. y0 isə f'də x'in yerini 2 yazmaqdır. Bu da -3 vur 4 üstə gəl 24 çıx 13'dür. 12 çıx 13, y0 -1. Cavab 2 -1. D variantı olacaq. Növbəti suala baxaq. Tənliklər sistemindən x-i tapmaq üçün mən birinci bərabərliyi, baxın, 1/x-dir. 3'ə vururam. 3/y 3. İkincini 1/2x üstə gəl 3/y 4 yazdım. Tərəf-tərəfə topladıqda 3/x üstə gəl 1/2x bərabərdir 7 alınır. Mənfi müsbət islah olundu. Ortaq məxrəc 2x, 6 üstə gəl 1 bərabər 7. Deməli 2x 1-ə bərabər, x 2-də 1-dir. 7-ci sualda kiçiyin tərəfi 14, böyüyün tərəfi 18-dir. Kiçiyin perimetrin 70 verib, böyüyün perimetrini istəyir. Oxşar fiqurlarda tərəflər nisbəti, perimetrlər nisbəti, tənbölənlər nisbəti hamısı bucaq əmsalına bərabərdir. 14/18, 70/x yazsaq, burada bunlar ixtisar olunacaq. 5/18, 90 eləyir cavab. 8-ci sualda inteqralın bir xassəsidir. Deməli, inteqralın sərhədləri 1-dən 13-ə fx dx verilibsə, biz bunu 1-dən 8-ə fx dx üstə gəl 8-dən 13-ə fx dx yaza bilərik. Burada 9 bərabərdir 14 üstə gəl 8-dən 13-ə f dx yazsaq, deməli integral 8-dən 13-ə f dx -5'dir. Onda burada da 4'ə vurubdur deyə doğru cavab A variantı olacaq. 9-cu sualda üslü tənliklər sisteminə aid bir sualdır. Bunu həll eləmək üçün ikincidən y əvəz edirəm 7 çıx 2x. Birincidə yazıram yerinə 2 üstü x bölünsün 5 üstü x vurulsun 5 üstündə 7 çıx 2x bərabərdir 20'ye. Buradan necə olacaq? Baxın, 2 üstü x vurulsun 5 üstündə 7 çıx, burada 3x olacaq artıq. Bərabərdir 20'ye. Bunu biz 2 üstü x vurulsun 5 üstü 7 vurulsun 5 üstü -3x bərabər 20 yazsaq. Əslində bu tip suallarda baxın, tam ədədlər ödənir. Amma biz baxaq görək başqa cür nə edə bilərik. Bunu 2 üstü x vur, 5 üstü -3 üstündə x bərabərdir 20/5 üstü 7 yazsam. Bu bizə verəcək 2/125 üstündə x.
bərabərdir. Burada ixtisar aparsaq, deməli 25 üstü 1-dir. Burada qalır 5 üstü 6. Yəni 2 böl 5 üstü 3-ün kvadratı. Deməli x-i 2 tapdıq. X-i 2 tapdıq. X-ə 2 yazsaq y olacaq. 7 çıx 4 3. Cəm eləyir 5. 10-cu sualda sinus kosinus qiymətlərini yerinə yazıb müqayisə etmək olar. Asandır. Keçirəm bu sualı. 11-ci sualda kütləsinin 82%-ni itirirsə, 18% bizə quru meyvə lazımdır. 27 kiloqram quru meyvə olması üçün biz nə qədər meyvə götürməliyik? Tənasübdən ümumi meyvəni taparsınız. 12-ci sualda ABC ardıcıl cüt ədədlərdirsə, deməli bunlar arasında bura A-dırsa, bura A üstəgəl 2, bura A üstəgəl 4 düşəcək. Deməli biz nə etməliyik? 6n çıx 4 ilə 5n'in fərqi 4-ə bərabərdir. Onda n-i 8 tapırıq. Deməli n-i 8 yazanda A olur 40, B olacaq 42. 3m üstəgəl 6-dırsa, buradan m-i tapırıq 36 bölü 3, 12. 8 ilə 12-nin əkobunu istəyir. Buradan 4-ü ortaq çıxartsaz, 2 ilə 3-ün hasili əkob olacaq 24. 13-cü sualda iki paralel müstəvi arasındakı məsafəni veribdir 6 santimetr. Bu müstəvilər üzərində yerləşən çarpaz düz xətlər arasındakı məsafəni tap deyir. Çarpaz düz xətlər bir müstəvi üzərində olmayan iki düz xəttə deyilir. İki çarpaz düz xəttin hər birindən digərinə paralel yeganə müstəvi keçir və bu düz xəttlər arasındakı məsafə həmin paralel müstəvilər arasındakı məsafəyə deyilir. Cavab elə 6-dır. Burada bir dənə də variant var. Bir qaydamız da var. Bu çarpaz düz xəttlər arasındakı bucağı tapmaq üçün biz onlardan birini paralel köçürdürük. Məsələn, bunu paralel köçürdürük aşağı, tutaq ki D3. Və bu D2 ilə D3 arasındakı bucaq D1 ilə D2 arasındakı bucağa bərabərdir. 14-cü sual asandır, yazmayacağım. 15-ci sualda tangens 2x bərabərdir. Sinus kvadrat 2x üstəgəl kosinus kvadrat 2x'dir. Buradan tangens 2x'i 1'ə bərabər alır. Tangens 1'i nə vaxt alır? Pi böl 4 üstəgəl pi k'da. 2'yə bölürük, doğru cavab D variantı. 16-cı sualda 9 yeri olan sıraya 9 oğlan təsadüfi qaydada əyləşir. Deməli, Ayaz, Araz, Gündüz və Fərid əlavə də 6 oğlan. O 7, o 8, o 9 işarə edirəm bunlar. 9 nəfər oğlanın bir cərgədə düzülüş sayı 9 faktorial qədərdir. İndi bu 3 nəfərin yanaşı gəlməsi üçün biz 3 nəfərə 1 nəfər kimi baxırıq. Məsələn, bir oğlanmış kimi. Artıq burada da 6 nəfər var deyə olacaq əlverişli hallar sayı 7 faktorial. Yəni 7 nəfərin bir sırada yer dəyişmə sayı. Amma bu 3 nəfər öz arasında yerini dəyişə bilər. Ona görə 3 faktoriala vururuq. Ehtimal bərabər olur. 3 faktorial vur 7 faktorial böl 9 faktorial. 7 faktorial 9 faktorial ixtisar getsə 8 vur 9 6 böl 72. İxtisar aparsaq 12'də 1 olacaq. 17-ci sualda üç ədədin qruplara ayrılmasından danışır. Müxtəlif üsullarımız var şagirdlər. Məsələn, bu 7-ni parçalaya bilərik. Çıx 3, çıx 4 kimi. Bir üsul bu. Bir üsul budur ki, 3x kvadrat burada bir kökün mənfi 1 olduğunu görürük deyə üstəgəl 3x çıx 7x yazıb çıx 7 kimi yaza bilərik. Buradan hər birində ortaq vuruq çıxır. Üçüncü üsul məsələn Viet teoremini tətbiq etməkdir. Buna qayçı üsulu, çarpaz üsulu deyirlər. Hasili 3x kvadratdırsa 3x, 3x, 7, 1. 3x'i 1'ə vurarıq. X'i 7'yə. Burada 7x, burada 3x. Cəm mənfi 4x eləmək üçün deməli 7 mənfi olmalıdır. Onda biz bunu 3x üstəgəl 1, x çıx 7 şəklində yazmalıyıq. Buradan nə alırıq?
Yox, mən düz demədim. 3x-i 7-yə 1-ə vurmuşam deyə burada 3x çıx 7, 3x çıx 7 axırında mən səhv elədim. 3x çıx 7 x üstə gəl 1 yazacağıq. 3x-i 1-ə vurmuşam deyə digər mötərizə ilə yazmalıyım. Doğru cavab 3x çıx 7 A variantı olacaq. 18-ci sualda silindrin ox kəsiyinin sahəsini verib 16 böl pi. Yan səthinin sahəsini istəyirsə, yan səthin sahəsi pi vurulsun ox kəsiyinin sahəsidir. Yəni buradan 16 böl pi vurulsun pi, doğru cavab 16 alınacaq. Fırlanma cisimlərinə aid asan bir sual. 19-cu sualda irrasional bərabərsizliklərə aiddir. Bu bərabərsizliyi həll etmək üçün biz kökaltı ifadənin mənfi olmadığını qeyd etməliyik. Burada kök x var deyə x-in mənfi olmadığını qeyd etməliyik. Böyükdür 0. Daha sonra baxın 2 çıx 2 böl x kvadrata yüksəldib 4 böl x yaza bilərik. Buradan da kəsir rasional bərabərsizliyi alırıq. 6 böl x çıx 2 böyükdür 0. 6 çıx 2x bölünsün x böyükdür 0-dan. İntervallar üsulu ilə bunu həll eləsək əgər 0, 3, burada olacaq mənfi, müsbət, mənfi, köklər daxil deyil. 0, 3 intervalındadır. İndi bu arada biz bu iki bərabərsizliyi də ödəndiyini nəzərə almalıyıq. İkinci ödənir. 2 çıxılsın 2 böl x-in də 0-dan böyük və ya bərabər olduğunu qeyd edirik. 2x çıx 2 bölünsün x 0-dan kiçik deyil. Deməli, x vurulsun 2x çıx 2 0-dan kiçik deyil. Ədəd oxunu çəkdik 0, 1. Köklər əslində burada daxildir, amma digər hissədə x məxrəzdədir deyə 0-dan böyük olacaq. Bura müsbət, bura mənfi, bura müsbət. Cavab bu hissədə olmalıdır. Deməli, biz 0, 1-dən müsbət sonsuzluğa, bir də mənfi sonsuzdan 0-a kimi. Yəni, 0, 3 ilə kəsişdirsək əgər 1 müsbət sonsuzluğu 1 daxildir. Cavab olacaq 1-dən 3-ə qədər. Bu intervaldakı ən böyük tam ədəd cavab 2-dir. 20-ci suala baxaq. Rəngi dəyişək. Düzgün üçbucaqlı piramidanın düzgün üçbucaqlı piramida dediyi üçün oturacağı bərabər tərəfli üçbucaqdır. Oturacağı bərabər tərəfli üçbucaqdır və yan tillər bir-birinə bərabərdir. El. Deməli, burada müstəvi bucağı, təpədəki müstəvi bucağı, baxın, bu üçbucaqların yan üzlərin düzbucaqlı üçbucaq olması deməkdir. Onda biz oturacağın tərəfinə el kök 2, el kök 2 deyə bilərik. Burada yan üzün sahəsi düzbucaqlı üçbucaq olduğu üçün el vur el böl 2-dir. Yan səthin sahəsi 3 dənə el kvadrat böl 2-dir. İndi piramidanın oturacağının sahəsi artıq bərabər tərəfli üçbucaq olduğu üçün a kvadrat kök 3 böl 4 yazacağım. Buradan alıram 2l kvadrat kök 3 böl 4. Burada l kvadrat kök 3 böl 2 aldım. Deməli, tam səthi nəyə bərabər oldu? 2 ortaq məxrəcdir. 3l kvadrat üstə gəl l kvadrat kök 3. Tam səthinin yan səthinə nisbətini istəyir. Yan səthin də yazaq 3l kvadrat böl 2. Bunları tərəf-tərəfə bölsək, l kvadratlar və 2-lər ixtisar gedəcək. Qalacaq 3 üstə gəl kök 3 böl 3. Doğru cavab C variantı. Maraqlı sual idi. 21-ci suala baxaq. Trapesiyanın orta xətti diaqonalı 6 və 20-yə bölübsə, biz bilməliyik ki, bu orta xətt Fales teoreminə əsasən diaqonalda yarı-yarı bölür və oturacaqların orta xəttidir. Yəni, bu 6 bu oturacağın yarısına bərabərdir. Bu 20 isə böyük oturacağın yarısıdır. Böyük oturacaq 40. Ədədi silsilədə 16 həddin cəmini istəyir. Biz bilməliyik ki, n-ci və m-ci həddin cəmi
AK və AL-in cəmidirsə, deməli NM cəmi KL cəminə bərabərdir. Yəni nömrələr cəmi bərabər olan uyğun hədlərin cəmləri bərabərdir. Fikir verək, S16-nı tapmaq istəyirik. A1 üstəgəl A16 böl 2 vur 16. A1 və A16-nın nömrələr cəmi 17-dir. A5 ilə A12-nin nömrələr cəmi 17-dir. A7 ilə A10-un nömrələr cəmi 17-dir. Deməli, cəm 30, 64-dürsə, bunların hər biri 32 eləyir. 2 və 16 ixtisar gedir. 8 vur 32, 256-dır. Bu sualı, şagirdlər, siz A1 D-lərə parçalayaraq da həll eləyə bilərsiniz. Loqaritmanın xassəsinə əsasən, burada bizim bir xassəmiz var idi ki, A üstü N, B üstü M-dirsə. Burada M bölü N, loqaritma A əsasdan B bərabərliyi doğrudur. Ona görə 2 vurulsun, kök 5-in qüvvəti 2-də 1-i qarşıya keçirdirəm. 5 əsasdan sinus pi böl 7. Vurulsun. Sinus pi böl 7-nin kök altında qüvvəti verilir 2-də 1. Ona görə 1 böl 2-də 1 məxrəcdə qarşıya yazılır. Buradan 2 vur, 2 vur 2. 5 əsasdan sinus pi böl 7 loqaritması. Loqaritma sinus pi böl 7 əsasdan 5 ilə ixtisar gedir. Doğru cavab 8-dir. 24-cü suala baxaq. Bu sualı şagirdlərin bəziləri L'Hopital qaydası ilə həll eləyir. Amma şagirdlər, L'Hopital qaydası orta məktəb proqramında yoxdur. Əgər həll tələb olunan sualda siz onu yazsanız, sizə tam bal verəcəklərmi bilmirəm. L'Hopital qaydası belədir. Sürət və məxrəcin ayrı-ayrı da törəməsini tap. Mən bu üsulu yazmayayım. 1 çıx kosinus 2x, şagirdlər, 2 qat arqument düsturlarına əsasən 2 sinus kvadrat x-dir. Sinus 2x isə 2 sinus x kosinus x-dir. Burada biz bunları kəsirdə yazsaq əgər, 2-lər və sinusun biri ixtisar gedir. Deməli, limit qalır x sıfıra yaxınlaşdıqda, kəsirin sürətində sinus x, məxrəcdə isə x vur kosinus x. Buradan biz limit x sıfıra yaxınlaşdıqda, sinus x bölü x vurulsun 1 böl kosinus x yaza bilərik. Hasilin limiti, limitlər hasilinə bərabərdir. Əgər hər birinin limiti varsa. Biz buradan görkəmli limitdən bilirik ki, sinus x bölü x-in limiti x sıfıra yaxınlaşdıqda 1. Bunu dərsdə ispat elədik. Kosinus x-də isə 1 böl kosinus 0-dır. Ona görə verilmiş limitin cavabı 1 eləyəcək. 25-ci sualda məşhur suallardır. Bu düsturu yəqin ki, bilməyən şagird yoxdur. 70 x üstəgəl 43-ə bərabərdir. X 27 tapırıq. Bilməsə şagird, buradan bir paralel çəksin. Çarpaz bucaqların bərabərliyinə görə bura 43-dür, bura 27. 27 də x ilə çarpazdır, ona görə x 27-dir. 26-cı sualda C vektoru D vektoruna kollineardır. Kollinear vektorların uyğun komponentlər nisbəti bərabərdir. Ona görə x-in 2-yə, y-in 1-ə nisbəti k-ya bərabərdir. X-i 2k, y-i 1k yazırıq. Modul C kök 10 olması o deməkdir ki, kök altda 4k kvadrat, üstəgəl k kvadrat. Komponentlərin kvadratlar cəmi kök 10-dur. Buradan k kvadratı 2 tapırıq. Bizdən də x, y hasilini istəyibdir. Cavab 2 vur k kvadrat 4 edəcəkdir. Uyğunluğun müəyyənləşdirilməsi törəmənin tapılmasına aiddir. Şagirdlər, f törəmə, kosinusun törəməsi mənfi sinus x-dir. X-in törəməsi 7-dir. Qiymətləri yerinə yazıb hesaplayarsınız. X kubun törəməsi 3x kvadrat, 2x-in törəməsi 2-dir. Bu ikinci. Üçüncüdə isə x kvadratın törəməsi 2x, 2 üst x-in törəməsi isə 2 üst x vur ln 2-dir. Qiymətlər yerinə yazıb siz hesaplayarsınız. Növbəti suala baxın. 28-ci sualda 9 oğlan, 6 qız. Komanda üzvləri 3 nəfərdən seçilir. 3 nəfərdən ibarət. Həm oğlan, həm də qızın olduğu neçə müxtəlif komanda var.
Burada şagirdlər məsələnin həlli üçün baxın, bir oğlan, iki qız, iki oğlan, bir qız seçimi mümkündür. Yəni tərkibdə həm oğlan, həm qız olmalıdır. Məsələn, 9 oğlandan ikisini seçəcəm, kombinezon 9-dan 2, 6 qızdan birini seçirəm, kombinezon 6-dan 1. Və ya 9 oğlandan birini seçirəm, kombinezon 9-dan 1, 6 qızdan birini seçirəm, kombinezon 6-dan 2. Bu birinci üsul. İkinci üsul şagirdlər belə olacaq. Əksini düşünərək ümumi haldan əksini çıxmaq. Məsələn, həm qız, həm oğlan seçimi istəyirsə, bunun əksi nədir? Komandalar yalnız oğlanlardan və yalnız qızlardan ibarətdir. Mən buradakı mümkün hallar sayı ümumi 15 nəfərdən 3-ünü seçməkdir. Kombinezon 15-dən 3-ü seçəcəm. Əks hadisəyə baxıram. Əks seçimlərin sayı necədir burada? Ya 9 oğlandan 3-ünü də seçəcəm, ya da 6 qızdan da 3-ünü seçəcəm. Lazım olan cavab 15-dən 3 kombinezon çıx, 9 kombinezon 3 çıx, 6 kombinezon 3-dür. Hesaplayarsınız, bununla bu bir-birinə bərabərdir. 29-cu suala baxaq. Dördbucaqlının AC diaqonalı DN parçası ilə M nöqtəsində kəsişib, DN-i BC-yə paralel verib. NM-in MD-yə nisbəti 1-in 4-ə nisbətindədir. AMN-in sahəsini 1 verir. Biz şagirdlər bu xassəni isbat eləmişik, bilirik, dəfələrlə də qarşınıza çıxır. S1, S2, MN-dirsə əgər S1-in S2-yə nisbəti M bölünə bərabərdir. Hündürlükləri eyni olanlar üçün. Bir xassəmiz isə belə idi ki, S1 üçbucağı əgər birinci üçbucaq ikinciyə oxşardısa, onda sahələr nisbəti M bölünin uyğun tərəflər nisbətinin kvadratı ilə mütənasib idi. İndi burada bu 1 enə 4-dürsə, 4 enə bu sahəyə 4 düşəcək. Biz bunu qeyd edeyik. Daha sonra bizdən nəyin sahəsini istəyir? ABC üçbucağının. Mən nə edəcəm? Bu paralellikdən də istifadə etməliyəm. Deməli, mən buradan iki variantım var. NC-ni birləşdirirəm. NC-ni. Bura N 4N'dirsə, bura 1S yazanda bura 4S düşür. Buradan N 4N olduğunu gördüm. Paralellik var deyə bu 5N'dir. Bura isə BC-dir. N'in 4N'ə nisbəti 1-4 nisbətində bölübdür. DMC sahəsinin 8 olduğunu da verib deyə 4 isə 8 yazanda isə 2 düşəcək. İndi şagirdlər SAM-nin SMNC-yə nisbəti artıq 1-in 2-yə nisbəti olduğu üçün bu AM-in MC-yə nisbətini də 1/2 kimi verəcək. Mən burada nə edirəm? Fikir verək. Rəngi dəyişim. Deməli, AM-ə 1K yazanda MC-yə 2K düşəcək. Onda MN-ə 1N-dirsə, BC-yə artıq, baxın, üçbucaq AM oxşardır üçbucaq ABC-yə. Oxşarlıq əmsalı isə 1K-nın oxşarlıq əmsalı AM-in AC-yə nisbətidir. Yəni, K böl 3K, 3-də 1-dir oxşarlıq əmsalı. O zaman sahə üçün nə qaldı? Sahə üçün artıq məsələ hazırdır. SAM-nin, balaca aşağı çəkək, SAM-nin SABC-yə nisbəti 1/3-ün kvadratı, yəni 9-da 1-dir. AM-in üçbucağının sahəsi 1-dir. Buna 1 yazdıq. ABC-nin sahəsi olacaq, deməli 9. Bizdən də səhv eləmirəmsə ABC-nin sahəsini istəyirdi. ABC-nin sahəsi cavab oldu 9. Növbəti suala baxaq. Düzbucaqlı üçbucağın xarici çəkimi çevrə radiusu böyük yer, daxili çəkimi çevrə radiusu kiçik yer olarsa, perimetrinin 4R üstəgəl 2R olduğunu yazın.
Şagirdlərin cavablarını mən yoxlayanda da gördüm ki, şagirdlər bəzən isbatda düzgün taktikadan istifadə eləmir. Məsələn, bəziləri yazmışdı ABC cəmi 4R üstə gəl 2R. Bu bərabərlikdən istifadə edib gəlib harasa çıxmışdılar. Doğru isbat yöntəmi ondan ibarətdir ki, şagirdlər. Ya bərabərliyin solundan başlayıb sağa getməlisiniz, ya sağdan başlayıb sola gəlməlisiniz. Ya da solun ayrılıqda bir ifadəyə, sağın ayrılıqda bir ifadəyə və axırda həmin ifadələrin bir-birinə bərabərliyini göstərməlisiniz. Biz düzbucaqlı, üçbucağın bir məqamda deyim ki, burada bəzi şagirdlər erin C bölü 2, kiçik yerin A üstə gəl B çıx C bölü 2 olduğunu da isbat eləməyə çalışır. Bizdən bunun isbatını soruşmur. Bu düsturlar artıq məlumdur. İndi baxaq, nə edirik biz? C-ni burada 2R götürsək, C 2R'dir. A üstə gəl B, bu C-nin əvəzinə 2R yazıram. Çıx 2R bərabərdir 2R-ə. Buradan A üstə gəl B bərabərdir 4R üstə gəl nə? 4R-ə bərabərdir. İndi biz A üstə gəl B üstə gəl C bərabərdir. Bunun əvəzinə 4R, C-nin əvəzinə də 2R almışıq. Buradan da 2-ni ortaq çıxardanda nə aldıq? Mən burada bir xırda səhv elədim. Burada böyük R yazmalıydım. Böyük R. Bu 4R-in əvəzinə 2R üstə gəl 2R. Onda burada nə almış oluram? 2R üstə gəl 4R. Yenə səhv elədim. Burada 2 yazacağım. 2-ni ortaq çıxartdım. 2R üstə gəl R-in isbatını almış olduq. Növbəti sınav imtahanlarının izahlarında görüşərik şagirdlər. Mən mümkün mərtəbə vaxtım yetdiyi qədər illər üzrə qəbulların sınaqlarını, qəbul imtahanlarını müzakirə eləyəcəm sizin. Hər birinizə uğurlar arzulayıram.